YouTube-da hər yerdə Yaşı Redkalinkanın tərcüməsini və izahını axtarırsınızsa, düz kanaldasınız. Bugünkü dərsimiz Patrik и его друзья. Dostları. Tərcüməsi isə salam. Rəsmi salamdır. İş yerlərində müdirlərlə və ya həmkarlarınızla istifadə edə biləcəyiniz bir sözdür. Həmçinin sizdən böyük birilərinə də yaşca böyük ata, baba, nənə və s. kimi zdravstvuyte deyə bilərsiniz. Həmçinin də yolda bir şey soruşursunuzsa, hansısa bir yeri və ya nəsə bir şeyi, o zaman tanımadığımız adamlara da zdravstvuyte deməliyik. Patrik. Меня зовут Patrik. Меня zovut olacaqdır mənim adım. Patrik isə addır. По национальности я американец. По nacionalности bu cümləmizdə по nacionalности milliyyətcə deməkdir. Ya, mən Amerikalıyam, amerikanец. По nacionalности я amerikanец. Milliyyətcə mən Amerikalıyam. Buradakı po sözü milliyyətcə deməkdir, cacə. Моя родная страна Соединенные Штаты Америки. Моя родная страна Соединенные Штаты Ameriki. Moya nə deməkdir? Mənim. Nəyə görə moy deyil? Çünki strana женский roddur. Родная doğma. Strana ölkə. Amerika Birləşmiş Ştatları Соединенные Штаты Ameriki. Mənim doğma şəhərim Amerika Birləşmiş Ştatlarıdır. А мой родной город Майами. A burada isə kimi deyilir. A'nın bir çox mənası vardır. Moy mənim deməkdir. Родной город isə doğma şəhərim deməkdir. Miami'dəki şəhərin adıdır. Miami. А мой родной город Майами. Mənim doğma şəhərim isə Miami'dir. İkinci abzasımız. Сейчас я живу в России, в Москве. Сейчас я живу в России, в Москве. Сейчас indi deməkdir. Я, mən, живу, yaşayıram, в России, yəni Rusiyada, v Moskva, Moskvada. Biz Azərbaycan dilində deyirik dadə, Rus dilində isə biz v ilə deyirik. V России, в Москве. Здесь я живу только 1 месяц. Здесь живу только 1 месяц. Bu nə deməkdir? Значит, здесь burada deməkdir. Я, mən, живу, yəni yaşayıram. Только, yalnız və ya hələ bir aydır kimi. Один nə deməkdir? Bir. Месяц isə ay deməkdir. Mən burada hələ bir aydır yaşayıram. Здесь я живу только 1 месяц. Sizdən də soruşsalar ki, neçə aydır Rusiyada yaşayırsınız? Deyə bilərsiniz ki, здесь я живу только, neçə ay yaşayırsınızsa onu və месяц deyirsiniz. Я работаю и изучаю русский язык. Я, mən, работаю, işləyirəm. İ və deməkdir. Burada həm də kimi də deyə bilərik. Изучаю.
Bu nəyə görə uçu yox, izuçay deyirik? Çünki rus dilində dil öyrənməyə izuçać deyirik. Русский язык, yəni rus dilini. Я работаю и изучаю русский. По профессии я jurnalist. Biz burada da po-nu görmüşdük. Burada da po vardı. Bu nə deməkdir? По профессии я jurnalist, ixtisasca deməkdir. По профессии я jurnalist. По профессии olacaq ixtisasca. Ya, mən. Jurnalist isə elə jurnalistim. Я пишу статьи. Я пишу статьи. Я, mən. Пишу, yazıram. Statiyi, yəni məqalələr deməkdir. Mən məqalələr yazıram. Пока что я пишу только на английском языке. Пока что я пишу только на английском языке. Пока что, hələ ki, я, mən, пишу, yəni yazıram. Только, yəni yalnız. На английском языке isə ingilis dilində. Я еще плохо говорю по-русски. Я еще плохо говорю по-русски. Я, mən, еще, yəni hələ, плохо, pis, говорю, danışıram, по-русски isə rusca. В Москве у меня есть один хороший друг. В Москве у меня есть один хороший друг. Burada isə necədir? Deyir ki, в Москве, yəni Moskvada. У меня есть ifadəsi, yəni mənim var. Один, bir, хороший, yaxşı, друг isə dostum. Moskvada mənim bir yaxşı dostum var. Он русский, но он очень хорошо говорит и пишет по-английски. Bu cümlə biraz uzun cümlədir. Birinci tələffüzünə baxaq. Он русский, но он очень хорошо говорит и пишет по-английски. Он, yəni o kişi. Русский, yəni rusdur. No. No burada laçin kimi gedir. Laçin. On yenə o. Очень. Очень nə deməkdir? Очень rus dilində çox deməkdir. Çox yaxşı. Çox yaxşı. Говорит, danışır. И пишет, yəni yaxşı danışır və yazır. O rusdur, lakin ingilis dilində çox yaxşı danışır və yazır. Его зовут Антон. Его зовут Антон. Его, onun, zovut, yəni adı, Anton isə Antondur. Он тоже журналист, как и я. Он тоже журналист, как и я. İkinci səhifənin tərcüməsi. Каждые выходные мы гуляем в парке или играем в футбол. Bunun tərcüməsində мы каждые выходные
Мы гуляем в парке или играем в футбol. Каждые выходные, o digər səhifədə idi, hər həftə sonu deməkdir. Мы, yəni biz, гуляем, yəni gəzirik, в парке, yəni parkda, ilin tərcüməsi və ya, играем, yəni oynayırıq, v futbol, yəni futbol. Biz heç vaxt demirik ki, играем futbol, играем v futbol, yəni futbol oynayırıq. Я очень люблю играть в футбол. Я очень люблю играть в футbol. Bu cümləmiz necə tərcümə olunur? Я, yəni mən, очень, çox, люблю, yəni sevirəm, играть, oynamağı, v futbolda elə futboldur. Mən futbol oynamağı çox sevirəm. Иногда мы ходим в кино или в театр. Иногда мы ходим в кино или в театр. Иногда, bəzən, мы, biz, ходим, gedirik. Ходим deyirsə, demək piyada getməyə deyirlər. В кино, yəni kinoya, или, burada və ya, в театр, yəni teatra. İnaqda мы ходим в кино или в театр. Bəzən biz kinoya, bəzən isə teatra gedirik. А еще у меня есть сосед. А еще у меня есть sosed. A burada həmçinin mənasındadır. Еще, a еще həmçinin. У меня есть mənim var deməkdir. Sosed isə qonşudur. A еще у меня есть сосед. Mənim həmçinin bir qonşum var. Он тоже русский. Он тоже русский. Он, o, тоже, dadə, həmçinin, o da. Русский, yəni rusdur. Он тоже русский. Его зовут Алексей. Его зовут Алексей. Его, onun, zovut, adı, Alexey, yəni Alexey. Onun adı Alexeydir. Qutarsaydı bezdimi? Он плохо говорит по-английски. Он плохо говорит по-английски. Он, yəni o, плохо, yəni pis, говорит, danışır, по-anglийски, yəni ingilis dilində. O ingilis dilində pis danışır. Алексей любит играть ночью на гитаре ночью. Алексей любит играть на гитаре ночью. Алексей любит, yəni xoşlayır, играть, yəni çalmağı, ifa etməyi, na gitare, yəni gitarada, nочью, yəni gecə vaxtı. Alexey gecə vaxtı gitara çalmağı xoşlayır. Тогда я иду и говорю по-английски. Алексей, играйте, пожалуйста, потише.
Тогда я иду и говорю по-английски. Алексей, играйте, пожалуйста, потише. Тогда nə deməkdir? O zaman ya, mən, idu, gedirəm və говорю, yəni deyirəm. Po-angliski nə deməkdir? Yəni ingiliscə deyirəm. Alexey, bu onun adıdır, Alexey adı. İqrayte, İqrayte'nin bir çox mənası var. Həm oynamaq mənasında deyilə bilər və ya ifa etmək mənasında da deyə bilərik. Biraz asta ifa edin. Пожалуйста nə deməkdir? Xahiş edirəm və ya zəhmət olmasa. Потише isə səsi yavaş, yəni asta ifa edin deməkdir. Xahiş edirəm biraz asta ifa edin. Сейчас уже поздно, и я хочу спать. Сейчас уже поздно, и я хочу спать. Сейчас, indi. Уже, уже, yəni artıq. Поздно nə deməkdir? Gecdir. Я хочу və mən. Хочу nə deməkdir? İstəyirəm. Spать isə yatmaq. İndi gecdir və mən yatmaq istəyirəm. Алексей отвечает: извините, но я вас не понимаю. Алексей отвечает: извините, но я вас не понимаю. Bu cümlədə deyir ki, Alexey отвечает, yəni Alexey cavab verir. Извините, bağışlayın. No, amma, lakin, я вас, yəni nə deməkdir? Mən sizi başa düşmürəm. Не понимаю, yəni anlamıram. Üzr istəyirəm, amma mən sizi başa düşmürəm. Və как же я хочу хорошо говорить по-русски. Как же я хочу хорошо говорить по-русски. Bu nə deməkdir? Как же. Bu nə deməkdir? Как же. Necə də. Ya, mən. Хочу nə deməkdir? İstəyirəm, düzdür. Хорошо nə deməkdir? Yaxşı, düzdür. Говорить, danışmaq, düzdür. По-русски isə rusca. Necə də mən rusca yaxşı danışmaq istəyirəm. Əgər siz də bizimlə rus dilini onlayn olaraq öyrənmək istəyirsinizsə, o zaman 050 840 55 22 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. WhatsApp-a yazsaz daha yaxşı olar, çünki WhatsApp-dan hər zaman müraciətləriniz qəbul olunur. Bizi həmçinin TikTok, Instagram-dan və digər nömrələrdən və sosial şəbəkələrdən də izləyə bilərsiniz. Smart Learning-dən növbəti dərs, yəni Urok 2-ni də əgər istəyirsinizsə, zəhmət olmasa rəydə yazın, dostlarınızla paylaşın. Xanımlar və bəylər istənilən ölkədən müraciət eləyə bilərsiniz. Növbəti dərslərə qədər hələlik, sağ olun.